Yazın axırıdır. Bakı şəhridir. Deyə biləm, Həzairin toyundan 3 gün sonra olur. Hə? Yenə toy mübarək. Gözəl bir toy. Şahanə bir toy. Mən də İrandan dəvət edim. Sağ olsun Həzair qardaşı ki, insanlar çağırmışdı toya. İnsanlar gəlmişdi. Bu günlərdə zəhmət çəkir. Hər nəyi bu taydan sazı ilə salam deyir toya. Xalq qardaşımın, dostumun, canımın Kahanda, evində gözəl bir ev, Nərmənovda gözəl dostlar qulluğunda ana vətən çox sürmüşük səfanı, sınamışıq ilqarını, vəfanı, gördüyümüz yaxşı günü cəfanı istəmirəm tarixlərdən silinsin, yazıram ki nəsillərə bilinsin. Kəhbacalı Qaradamda olardıq, ortasında od ocağı qalardıq, 4-5 şah bir yorğana dolardıq, səfihləşib yorulmuşuz, yatmışız, belə boya başa çatmışız. Həzair də deyə biləm, Gədəbay rayonundandır. Hangi şəhərdir? Çaldaş. Çaldaşdır. Bəh. Gözəl bir yer. Çarıqlara qotardı bağ taxardıq. Şişə dönüb ona baxardıq. Qız gəlin görsün deyib kəndə çıxardıq. Görsənsəydi şarşalların yamanı, yenə daldan dikəldərdi papağı. Utanmaq müqəyyəçilik yoxudur. Heç qız üçün atam gəlsə arana, qızdırmadan xıb düşərdi yorğana. Anam başlayardı dava, dərmana, sarımsaqlı qatığa. Sarı yağı tökərdi, xəstə onu hörtüm içərdi, ondan da toxtar. Toy günündə aşıq məclis qurardı. Süpərcən ayaq usta durardı, məyər bizi yuxladardı, yonardı. Gün çıxanda nəğil dastan bitərdi, Tufarqanın Abbas sürgəzinə yetərdi. Çox sağ olun, Məhəmməd Nəvati, çox sağ olun, çox sağ olun. Xoş gəlibsin bizim ellərə. Sağ ol. Həmişə qədəmlərin toylara. Çox sağ ol. Çox sağ olun. Surxay müəllimdə var olsun. Bəli, Surxay müəllimdə xoş gəlib. Bizim evdə Surxay müəllim özdə məmurdur, bizim dildə milisədir. Hər nə götürüb, gəlib bura. Çox sağ olsun. Sağ olun, sağ olun. Kerem Nebati, bugün sen qeyd elədin, Azərbaycanımızın paytaxtı olan Bakı şəhərində, gözəl məkanda, gözəl bir yerdə, əziz dostumuz, qardaşımız Xaliq bəyin evində bugün hamımız təşrif buyurmuşuq bura. Bir balaca səsimdə problem var, yəni Toydan çıxmışsan ha, toydan çıxanda adətən belə olur. Ha, belə olur. Allah qoysa 30'unda, ayın 30'unda, bu ayın 30'unda bir bəyimizdə olacaq. Yəqin mən arzulamıram ona. Ancaq onun da səsi olacaq, belə olacaq, səsi belə olacaq. Amma biz istəmirik, səs belə olacaq. Və bugün Xaliq bəyin evində dostumuz, qardaşımızdır və bugünkü günə qədər Xaliq sənin diqqətində, sənin çox. Və bir daha gördün mü? Öz qonaqpərvərliyi. Yadımdan çıxmayacaq, öyrənəcək. Səndən əsirgəmədi. Yəni bizim görəcəyimiz işlərin hamısını Xaliq gördü. Bu gün də Xaliqin yerində qonağıq. Sən dedin ki, toydan bir neçə gün sonra doğrudan da, yəni toyun 7'sindən 3 gün keçir.
Və bugünə də çox şükür olsun ki, nə mənada zaman vardı, vaxt vardı ki, hamımız bu taydan o taya, o taydan bu taya bir-birimizin həsrətini çəkdik. Bir-birimizə həsrətlə gözləyirdi, ay Allah, görəsən onu mən görə biləcəm. Bu sənətkarı görə biləcəmmi? O aşığı görə biləcəmmi? Bugünkü günə çox şükürlər olsun ki, artıq biz bunun həsrətində, biz onun həsrətini deyik ki, bu dəfə görüşmüşük, gələn dəfə görüşməyin həsrətini çəkdik. Və buradan o tayada bütün bizi istəyənlərə, bütün orada yaşayan bizim soydaşlarımıza, sağ söz sevər insanların hamısına buradan salamlarımızı göndəririk. Elə Xaliq qardaşımın, Surxay qardaşımın adından və bugün bizə bütün məqsədimizi çəkən Qudar qardaşımıza təşəkkür edirəm. Və çox şükürlər olsun ki, bugün sən artıq neçənci dəfədir ki, Bakı şəhərindəsən. Çox sağ. Təbrizdən, ümumiyyətcə, Cənub bölgəsindən yeganə sənətkarsan ki, sən mənim toyuma təşrif buyur. Həmizdən biz səni çox istəyirik. Sağ ol, sağ ol. Sözün yaxşı mənasında səni biz çox istəyirik və həm sənətini, həm şəxsiyyətinə hörmətimiz var. Ona görə də bu şəxsiyyətinə, sənətinə olan hörmət, diqqət bugünkü günü bizi birləşdirir. Və orada yaşayan soydaşlarımızın şərəfinə, saz söz sevərlərinin şərəfinə deyirəm, gözəl aşk havalarından, gözəl poeziyalarından, o şiiriyyatımızdan onlara buradan ərmağa deyilmişsiniz. Çox sağ ol. Elimizə bağlayardıq sambağı, çəkilsəydi bir şalvarın saçağı, kökülsəydi 50 yerdən yamağı, genə üstündən göz mıncığı taxardıq, bəxt nəzəri yandırardıq, yaxardıq. Əkin biçin dözməyəndə qurağa, dul arvadı mindirərdik ulağa. Sözət tutub aparardıq qulağa, yazıq elman bulasaydı başını, yudurdardıq təpəsini qaçır. Yağmur olsa əldə qovul kəzərdi, keçənləri yüz yığına büzərdi, yer tərpənsəydi onu belə yozardıq, yəqin qızıl öküz tərpədib tükünü, o götürə budur yazdı. Zülmətin içindən kükrədi, qalxdı, bahar çiçəyi tək bitdi gənclik. Vay, vay, vay. Şimşək kimi çaxdı, su kimi axdı, dərin ümmanlarda itdi gəncliyi. Ömrün oğlan çağı payıza döndü. Ürəyin alovu səngidi, söndü, xəyalım qartalı göylərdən indi, bir kölgəyə dönüb getdi gəncliyi. Çoxaldı başımda ağ saçın sayı, uşaq baba deyir, cavanlar dayı. Valla geri dönən deyil cəhdim havayı, gör necə xəyanət etdi gəncliyim. Bakın bu dünyaya gələndə insan kimsəsiz gəlmişdir, kimsəsiz gedir. Altından, sərvətdən gözü doymayan heç nəsiz gəlmişdir, heç nəsiz gedir. Dağlardan, daşlardan xərac alanlar, aləmə səs salıb, daşıb, dolanlar, qara bulut kimi kölgə salanlar, kölgəsiz gəlmişdir, kölgəsiz gedir.
çox biçare bilmədi bəlkə. Dünyada təmiz ad götürmür ləkə. Ay Xaliq, kimdir, mənimdir bu yer, bu ölkə? Valla ölkəsiz gəlmişdir, ölkəsiz gedir. Yaşa, sağ ol.